İnsanın içində fərəh, sevinç o vaxt olur ki, o hiss eləyir ki, Allah məni iləndir. Mən Allahın sevimli bir varlığıyam, sevdiyi bir varlığıyam. İnsan necə qəm-qüssə içərisində ola bilər ki, kainatda nə ki biz görürük, hər bir şey, elə bil ki, Yaradanın, Allahın bizə sevgisinin nümayişidir. Sevdiyin adama bir yaxşı bir şey hədiyyə eləyirsən, özündə sevinirsən. Niyə? Çünki qarşı sevdiyini sevindirə bilmirsən. Sən təsəvvür elə, Allah Teala bu kəhkəşanı yaradıb. Bunlardan qiymətli şey yoxdur. İnsanın istər gözü görmə qabiliyyəti, istər eşitmə qabiliyyəti, istər günəş, ay, hava, torpaq, su, ağac, bütün bunlar var. Bu təbiət var. Bu gördüyümüz bu təbiət, bu zahirdən gəlir içərisində insanın batındır ki, Allah Teala bunları sənə sevgi nişanəsi olaraq verir ki, mən səni sevirəm, mən bunları sənə üçün yaratmışım, ay bəndə. Yəni bunu hiss eləyib, bunu duyub xoşbəxt olmamaq mümkün deyil.